Getdik Çindən 0 kilometrə Toyota gətirmişsiniz Azərbaycana. Sıfırdır, Çin Toyotasıdır. Və bu maşını da indi düşünürsünüz ki, problem yaratmayacaq. Bu da 5 min, 3 min, 10 min, 20 min, 50 min nə qədər getsə bəlli deyil ki, haçan bu problemə düşəcək. Və indi sizə bir mərkəz lazımdır ki, bu maşına qulluq eləyə biləsiniz. Çindən gələn maşına, yəni Toyotaya qulluq eləyə biləsiniz. Ehtiyat hissələri olsun, elektronikası olsun, yağ dəyişməsi olsun, dəmirçisi, rəng sazı, bütövlüklə bütün xidmətlər bir arada olsun deyə bir məkan lazımdır sizə. Mən də tapıb sizə təqdim edirəm bu məkanı ki, artıq avtomobilinizə rahat şəkildə burada qulluq eləyə bilərsiniz. Və ən böyük qlobal olan məsələlər ehtiyat hissəsidir. Ehtiyat hissələri də tamamilə hamısı var. İstədiyiniz vaxtı müraciət eləyə bilərsiniz və ehtiyat hissələri də əldə etmək mümkündür. Gözləmə otağında rahat şəkildə əyləşib, çay, kofe və istədiyinizi içə bilərsiniz burada. Ki, maşınınızı burada rahat şəkildə nəzarət edirsiniz ki, maşın üzərindən nə işlər görüləcək. Bilirəm ki, maşın sahiblərinin bir çoxusu maraqlıdır ki, bu maşında ustalar nə iş görür, ehtiyat hissəsini necə dəyişirlər. Rahat şəkildə burada əyləşirsiniz və maşınınıza da nəzarət edirsiniz. Təbii ki, bu Çin maşınları Bakıya gələndən sonra bir servis olmalıdır ki, rahat şəkildə xidmət göstərsin. Və bu şirkət isə bütün xidmətləri bir araya gətirdi sizlər üçün.